Törəmə suallarının hər biri mi çətin olur? Əlbəttə ki, xeyr. Misala düzgün yanaşma tərzi vardır. Bizə fx funksiyası bərabərdir. Ax üstü a üstəgəl bx üstü b verilib. Deyir ki, x-in yerinə 1 yazdıqda f1 6-ya, törəməsində yerinə 1 yazdıqda isə 20 qiymətini alırıq. F 2 qat törəmə 1-i tapın. Əvvəlcə x-in yerinə 1 yazaq. Olar a üstəgəl b bərabərdir 6. Törəməsində yerinə 1 yazmaq üçün törəməsi bizə nə verər? A kvadrat x üstü a çıx 1 üstəgəl b kvadrat x üstü b çıx 1. Gətirib yerinə 1 yazdıqda olar a kvadrat üstəgəl b kvadrat bərabərdir 20-yə. Bizə müsbət ədədlər çoxluğu verdiyi üçün a-nın yerinə 2, b-nin yerinə 4 yaza bilərik. Təbii ki, fərqi yoxdur. A-nın yerinə 4, b-nin yerinə 2 də yazsaq, özünüz üçün gətirib yaza bilərsiniz dostlar. Yenə də eyni qiyməti alarıq. Deməli, funksiyamız necəymiş? Fx bərabərdir 2x kvadrat üstəgəl 4x üstü 4. Bizdən 2 qat törəməsində x-in yerinə 1 yazmağımızı istəyir. F törəmə x bərabərdir 4x üstəgəl 16x kubuna. Bir də törəmə alsaq, təkrar f törəmə x bərabərdir 4 üstəgəl 48x kvadrat. Yəni f 2 qat törəmə x-imiz bizə 4 üstəgəl 48x kvadratını verəcək. X-in yerinə 1 yazdıqda isə f2 qat törəmə 1 istəyirdi axı bizdən. 4 üstəgəl 48 bərabərdir 52 olacaq. Göründüyü kimi çox rahat bir misal oldu.